Tarix boyu elə kitablar yazılıb ki, onların ətrafında yaranan əfsanələr kitabın özündən daha məşhur olub. Bəs siz dünyanın ən böyük orta əsr əlyazmasının eyni zamanda Şeytanın İncili adlandırıldığını bilirdinizmi? Rəvayətə görə bu kitab cəmi bir gecəyə yazılıb. Amma bunu insan deyil, şeytanın özü mümkün edib. Bu gün sizə əsrlərdir tarixçiləri, din alimlərini və sir həvəskarlarını düşündürən Codex Gigas haqqında danışacağıq. Latınca Codex Gigas ifadəsi nəhəng kitab mənasını verir. Kitab 13-cü əsrin əvvəllərində indiki Çexiyanın ərazisində yerləşən Benedikt monastırlarından birində hazırlanıb. O, bu günə qədər qorunub saxlanılan ən böyük orta əsr əlyazması hesab edilir. Təxminən 92 sm hündürlüyündə, 50 sm enində və 75 kiloqram ağırlığındadır. Onu qaldırmaq üçün 2 nəfər lazımdır. Kitabın içində yalnız İncil yoxdur. Burada tarix kitabları, tibbi mətnlər, dualar, təqvimlər və müxtəlif dini yazılar da yer alır. Bəs niyə ona şeytanın İncili deyirlər? Əfsanəyə görə, monastırda yaşayan bir rahib ağır cinayət törətdiyi üçün divara hörülərək edam olunacaqdı. O, canını qurtarmaq üçün monastıra elə bir kitab hədiyyə edəcəyinə söz verdi ki, bu kitab bütün insan biliklərini özündə birləşdirəcək. Lakin belə bir kitabı bir gecəyə yazmaq mümkün değildi. Rəvayətə görə, rahib gecə yarısı şeytanı köməyə çağırdı və ruhunu ona satdı. Əvəzində isə kitab səhərə qədər tamamlandı. Minnətdarlıq əlaməti olaraq rahib kitabın içərisində şeytanın tam səhifəlik portretini çəkdi. Məhz bu əfsanə əsrlər boyu Codex Gigas'ı dünyanın ən sirli kitablarından birinə çevirib. Lakin tarixçilər bunun sadəcə xalq arasında yaranmış rəvayət olduğunu bildirirlər. Müasir araşdırmalar isə fərqli nəticə göstərir. Kitabın bütün səhifələrində istifadə olunan xətt üslubu, mürəkkəb və yazı texnikası demək olar ki, eynidir. Bu isə onu göstərir ki, kitab böyük ehtimalla bir nəfər tərəfindən yazılıb. Ancaq bir gecəyə yox. Alimlər hesab edirlər ki, belə bir əlyazmanın hazırlanması 10 illərlə vaxt aparmış ola bilər. Bəzi hesablamalara görə müəllif gündəlik fasiləsiz işləsə belə, kitabı tamamlamaq üçün 20-30 ilə yaxın vaxt lazım idi. Codex Gigas'ın bəzi səhifələri tarix boyu yoxa çıxıb və onların harda olduğu bu gündə məlum deyil. Bu isə yeni fərziyyələrin yaranmasına səbəb olub. Bəziləri həmin səhifələrdə qadağan olunmuş ayinlərin olduğunu iddia edir. Digərləri isə bunun sadəcə adi monastır qaydaları ilə bağlı bölmələr olduğunu düşünür. Bu fərziyyələri təsdiqləyən heç bir tarixi sübut yoxdur. Hazırda Codex Gigas İsveç Milli Kitabxanasında qorunur və tam rəqəmsal versiyası hər kəs üçün açıqdır. Bəs siz necə düşünürsünüz? Codex Gigas sadəcə möhtəşəm bir orta əsr əlyazmasıdır, yoxsa onun arxasında hələ də açılmamış sirlər gizlənir? Fikirlərinizi şərhlərdə yazın. Bu cür sirli tarix, qədim əlyazmalar və müəmmalı hadisələr haqqında daha çox video izləmək istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti videoda görüşənədək.